Salam uşaqlar, ev tapşırığına kömək məqsədi ilə 6 nömrəli tapşırığın izahını verəcəm. Diqqətlə qulaq asın. Baxın, 27 nə deməkdir uşaqlar? 3-ün üstü 3 deməkdir, düzdürmü? 4 də 2-nin üstü 2 deməkdir. Deməli, baxın, əsaslar bərabərdirsə, qüvvətlər də bir-birinə bərabər olacaq. X üstə gəlsin, Y olacaq 3. Eyni zamanda X çıxılsın, Y də olacaq neçə? 2. Gəldikmi tənliklər sisteminə? Toplama üsulu tərəf-tərəfə toplayanda 2x olacaq. 5, x'i tapacaqsınız. 2,5. Tənliklər sistemini həll edin o deməkdir ki, x və y tapın deməkdir. Əgər x 2,5-dirsə, aparıb yerinə qoyanda y də olacaq 0,5. Deməli, 2,5 nə? 0,5 oldu mənim tənliyimin kökləri. Sonra 2 nömrəli tapşırığa baxırsınız uşaqlar. İndi deyəcəksiniz ki, burada nə edəcək müəllimə? 72 indi görəcəksiniz, baxın, başa düşəcəksiniz. 72-ni qruplarına ayıranda 2-yə böləndə 36, 2-yə böləndə 18, 2-yə böləndə 9, 3-ə böləndə 3, 3-ə böləndə 1. 72-də uşaqlar 2-dən 3 dənədir. 3-dən də 2 dənədir. Burada deməli 2x saydadırsa, belə çıxır ki, uşaqlar x 3-dür, y-dən neçədir? 2-dir. Baxın, qoyun yoxlayın, görəcəksiniz ki, ödəyəcək onu. Həqiqətən də 27-ni 4-ə vuranda 108 eləyir. Həmin o x, y-lər aşağıda ödənməlidir mütləq şəkildə. Yuxarıda ödür, aşağıda ödənmirsə, o mümkün deyil. Belə bir tənliklər sistemi mövcud olmayacaq onda. Başa düşürsünüz? Hər ikisində ödəməlidir. 3 nömrəli tapşırıqda nə edə bilərsiniz? Əvəz etmə üsulu ilə gedə bilərsiniz. Hər cür yanaşa bilərsiniz. Və yaxud da ki, x çıxılsın y-ə 2-nin üstü 0 kimi də yaza bilərsiniz. Heç nə edirsiniz uşaqlar? Baxın, belə yazın. X çıxar y-imiz 1-dir. X-in yerinə yazın, y üstə gələk 1. Burada aparıb x-in yerinə yazın. Yəni 2-nin üstü y plus 1 çıxar 2-nin üstü y bərabərdir 2-yə. Gördünüz? 2-nin üstü y çıxartsam ortaq vuruq kimi. Qalacaq 2-nin üstü 1 çıxılsın 1 bərabərdir 2. Gördünüz? 2-nin üstü y vurulsun 1 bərabərdir 2-yə. 2-nin üstü y bərabərdir 2-ni 1-ə böləndə 2-yə. Deməli y olacaq 1. Всё. Y 1-dirsə x 0-dır da. Y 1 tapdım. Mən neçə tapdım? Y plus 1 minus 1, 2. Hətta y 1 eləyir. Y 1-dirsə aparıb yerinə qoyanda x 2 eləyir. Deyirəm də, artı hesab səhv elədim. X çıxılsın 1 bərabərdir 1-ə, x bərabərdir 2. Götürüb x-i 0 yazıram. Yerinə qoyanda gördüm uşaqlar, o deyil də alınmır. Burada da eyni misalda aparıb burada uşaqlar nə edəcəksiniz? Rahatdır. 1-ə bərabərdir yazacaqsınız 3-ün üstü 0. Deməli x çıxılsın y bərabər nəyə? 0-a. X y-ə bərabərdir. Aparıb x-in yerinə y qoyub həll edəcəksiniz. 5 nömrəli tapşırığa baxaq. 5 nömrəli tapşırıqda nə edə bilərsiniz? Bunları istəyirsinizsə, tərəf-tərəfə gəlin toplayalım. 5-in üstü x minus 16y üzərinə gəlsin 4-ün üstü x çıxılsın 25y bərabərdir 0-a. Heç elə də yazmayaq. Neyinirsiniz belə? Belə bir şey verəcəkmi? Heç yazmayaq. Keçirək bu tərəfə. 5-in üstü x bərabərdir 16y. 4-ün üstü x da bərabərdir 25y. Belə yazaq. Sonra bunları siz nə edə bilərsiniz? Bunları tərəf-tərəfə bölə bilərsiniz. Ən yaxşısı budur. Belə. Tərəf-tərəfə böləndə 5-in üstü x bölək 4-ün üstü x bərabərdir 16y bölək 25y. Y-lər gedir uşaqlar. Yerdə qalacaq. Çarpaz vursam 5-in üstü x vurulsun 25 bərabərdir 4-ün üstü x vurulsun 16-ya. Burada da alaram ki 5-in üstü x vuraq 5-in üstü 2 bərabərdir 4-ün üstü x vuraq 4-ün üstü 2. Yuxarıda olacaq 5-in üstü x plus 2, aşağıda da olacaq 4-ün üstü x plus 2. Biz demişdik ki, əsaslar müxtəlifdirsə, qüvvətlər bir-birinə bərabər olmalıdır da. Qüvvətlər 0 olmalıdır.
Deməli o da olacaq -2. Sonra nə edə bilərsiniz? 6 nömrəli tapşırığa baxırsınız. 6-da aşağını biraz parçalasam, 3-ün üstü x vuraq 3, çıxaq 2-nin üstü y vuraq 2-nin üstü 2 bərabərdir -5-ə. Deməli alarsınız ki, uşaqlar, yuxarını dəyməyin. Aşağıda alarsınız ki, 3 vuraq 3-ün üstü x, çıxaq 4 vuraq 2-nin üstü y bərabərdir -5. Baxın, 3-ün üstü x-a bir a deyin, 2-nin üstü y-a bir b deyin. Yəni a ilə b-nin cəmi 17-dir. Alaram ki, 3a çıxılsın, 4b-nin fərqi də olacaq -5. Gələcək sistem tənliyi oradan tapacaqsınız. Burada bayaqlarım dedi 125 5-in kubudur. Bu ifadəni bir dəfə 3-ə bərabərləyəcəksiniz. 81 də 3-ün üstü 4-dür. Bu ifadəni də 4-ə bərabərləyəcəksiniz. 8 nömrəlidir. Onun kimidir? 243 3-ün üstü 5 deməkdir. Bir dəfə bunu 5-ə bərabərlə. Bu da 5-in kubudur. Cəmini də 3-ə bərabər eləyərsiniz. Sonra keçək 9 nömrəli tapşırığa. Neçədəndir görüm 16 dənədir. 9 nömrəli tapşırıqda da nə edəcəksiniz? 22-nin kvadratı, onda 5-in üstü 1-dir. Baxın, yoxlayın da. Yəni, bax, məsələn üçün, x burada 2 olmalıdır, y olmalıdır 1. Yəni, birinciyə görə x 2, y 1 olmalıdır. Əgər aşağıda ödəmirsə, onda bir tənqli sistemin həlliyi yoxdur. İkisini də ödəməlidir. 2 qoyanda, həqiqətən 4-dən 5 çıxanda -1 eləyir. Həm yuxarını, həm aşağını ödədiyinə görə, deməli, onda olacaq -1, yəni, həqiqətən 2 ilə 1 imiş. Tənliyin kökü. Başa düşdünüz? Sonra başqa cür bunları bir-birinə vura da bilərsiniz. Başqa cür necə yazmaq olar uşaqlar? Məsələn, bu tip suallarda yenə 45-i vuruqlarına ayırıb 75-i vuruqlarına ayıra bilərsiniz. Onsuz eyni nəticəni alacaqsınız. Və yaxud da ki, bunları bir-birinə vura bilərsiniz. Bu da uzun gedəcək də. 45 vuraq 75 kimi. Sonra baxırsınız ki, əsaslar eyni olanda üstlər toplanılır. -45 vuraq 75. Əsaslar 1-dirsə, üstlər vurulur. Qüvvətlər eynidirsə, üstlər vurulur. Əsaslar vurulur. Heç nə. 45, 15 vurulsun 3-dür. 75-də 15 vurulsun 5-dir. Bu da eləyəcək 15-in kvadratı vurulsun 15. Çünki 15-dən 2 dənədir. Bu da eləyəcək 15-in kubu. Deməli, x üstə gəlsin, y eləyəcək 3. Hələ x üstə gəlsin, y eləyəcək 3. Apar yerinə qoy, əvəz elə falan filan. Elə ondan sonra uşaqlar ən gözəli 45-i vuruqlarına ayırın. 5-dən 5 vurulsun 9 deməkdir də. 5-dən 1 dənə, 3-dən 2 dənə. Yəni x1, y2-dir. Həqiqətən yoxlayın burada. 25-i də 3-ə vuranda 75 eləyir. Həqiqətən də 2 ilə 1-in cəmi 3 eləyir. Ən gözəli budur. Çünki onsuz yuxarı da ödəməlidir, aşağı da ödəməlidir. İstəyirsiniz 11-də elə yazın. 12-də də bayaq dedim. 13-də də yenə bayaq dediyim kimi yanaşın qurunda uşaqlar ən gözəli odur. Çünki buranı ödəyirsə, buranı da ödəməlidir. Ödəmirsə belə bir tənqlər sistemi mövcud deyil. Bildinizmi? Tənqlər sistemində həm yuxarı, həm aşağı ödəməlidir. Bu da 4-ün üstü neçədir? Qüvvətini tapın, bərabərləşdirin. Bu da 3-ə bərabərləşdirəcəksiniz. Çünki 3-ün qüvvəti budur. İşte qutardı, getdi. Sonra 8-ə baxırsınız. İndi bax, e yoxdur, görürsünüz. Amma burada sadəcə 8 var. Burada e var, amma burada e yoxdur. E olmadığına görə deməli y 0 olub ki, bu e yoxa çıxıb. Çünki e-nin üstü 0 mənə 1 verir. Aydınlı mı? Y-imiz 0'dır. Deməli, 3 vuraq 2-nin üstü x bərabərdir 23-ə. Həqiqətən, deməli bu 2-nin üstü 3-dür. Deməli, x olacaq 3. Yoxlayın, görün ödəyirmi? Bu arada burada 1 olur da. Həqiqətən də uşaqlar baxın, 24-dən 1 çıxanda 23 eləyir. X-in yəni 3 qiymətində bu 8 eləyir. Bu nə vaxt 1-ə bərabər olur? Pi-nin üstü neçə olsun? 0 olsun. Deməli, yuxarı 0-dır. Bu da tapından onun qüvvəti neçədir? Yəni, məncə 16 dənə tapşırıq, çətin tapşırıq deyildi. Bacardığım qədər izahımı verdim. İnşallah ki, anlayışlı olar.